Ucar rayonunun mərkəzi küçələr axşam saatlarında zülmətə qərq olur. Hava qaralan kimi şəhərin əsas prospekt və küçələrində işıqlandırma sistemi işləmir. Nəticədə həm sürücülər, həm də piyadalar ciddi çətinliklərlə üzləşir. Sakinlərin sözlərinə görə işıqsızlıq həm yol hərəkəti təhlükəsizliyinə, həm də insanların gündəlik gediş-gəlişinə mənfi təsir göstərir. Qaranlıq küçələrdə qəza və xoşagəlməz hadisələrin baş verməsi ehtimalı daha da artır. Onlar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də problemin hələ də həll edilmədiyini bildirirlər. Şəhər sakinləri məsələ ilə bağlı tədbir görüləcəyinə ümid edir və mərkəzi küçələrin işıqlandırma sisteminin tezliklə bərpa olunmasını tələb edirlər. Məsələ ilə bağlı Ucar rayon şəhər İnzibati dairə üzrə nümayəndəsi Abdullah İbrahimov televiziyamıza şifahi olaraq bildirdi ki, yaranmış problem yaxın vaxtlarda öz həllini tapacaq və sakinlərin işıqlandırma problemi köklü şəkildə aradan qaldırılacaq. Məsələni diqqətdə saxlayacağıq. Agil Əsədov, Rəvan Agiloğlu, Nilofər Qəhrəmanova, Ucar.